Əziz dostlar, İranın Ermənistan ərazisində bir səfəri vardı. Mehdi Sübhani. Ermənidən daha çox erməniliyi edirdi. Hər rahat məqamda Azərbaycanın əleyhinə hədiyanlar, həqarətlər söyləyirdi. Azərbaycanın Ermənistanla olan şərti sərhədləri boyunca səyahətlərə çıxırdı. Bizim ərazilərimizi durbinləyirdi. Zəngəzur dəhlizinin açılmasının əleyhinə qəti şəkildə çıxışlar edirdi. Müqavimət göstərirdi. Anti-Azərbaycan nifrəti ilə seçilən bir zat idi ki, Mehdi Sübhani Azərbaycana, Azərbaycan xalqına nifrət edirdi. Bizdən verib ala bilmədiyi nə idisə bizə məlum olmadı. İndi həmin Mehdi Sübhaninin sürəci bitdi İrəvanda və Ararat Mirzoyanla görüşdü və Ararat Mirzoyan təbii ki, Mehdi Sübhaniyə ermənilərə göstərdiyi xidmətlərə görə təşəkkür elədi və əlbəttə ki, indi yola salırlar. Bütün Azərbaycanlıların gözü aydın olsun ki, indi Mehdi Sübhani adındakı bir qatı Azərbaycan düşməni İrəvanın ərazisini tərk edir. Yerinə başqa birin Mehdi Sübhani kimsin tapıb gətirəcəklər, amma ən azı biz ümid edirik ki, hörmətli Pezeşkiyan Mehdi Sübhaniləri artıq Azərbaycanın əleyhinə hürməsinlər deyə onlara tapşırıq verəcəkdir. Çünki Pezeşkiyan Azərbaycanda gerçəkdən hörmətlə, izzətlə anılan bir siyasətçidir. Hər bir Azərbaycanlının da bugün Pezeşkiyanın dilinə, Azərbaycan sevgisinə, Türk sevgisinə böyük hörməti vardır və bu sezilir. Və biz sevinirik ki, İranla Azərbaycanlı arasında münasibətlər normallaşma yolu ilə gedir. Biz sevinirik ki, Azərbaycanla İranın arasında indi əvvəl olan o düşmənçilik münasibətləri yoxdur. Və indi Pezeşkiyan əlbəttə ki, nəzarət etməlidir ki, yeni Mehdi Sübhanilər Ermənistan ərazisində peyda olub, Azərbaycana qarşı banlamasınlar, Azərbaycana qarşı nifrət püskürməsinlər. Əlbəttə ki, o Ermənistanın səfiri idi Ermənistanın ərazisində, İranın deyil. O İranın və İranda yaşayan 85 milyonluq əhalinin deyil, erməni revanşistlərinin, erməni aqresorlarının səfiri idi ki, əlbəttə ki, onun İrəvandan getməsi bizi sevindirir. Ona görə hər kəsə göz aydınlığı vermək düşür. Çünki düşmənin sayı azalır. Bizə hürənlərin sayı azalır və Sübhani indi hansı tərəfdən Azərbaycana hürəcəkdir, ona baxacağıq. Amma əlbəttə ki, hər kəs bilməlidir ki, Mehdi Sübhanilər səhnədən getdikcə bizim işlərimiz rəvan gedəcəkdir.